Sovet Rusiyasının Antanta ilə gərgin çarpışmada olduğu bir vaxtda menşeviklər, Daşnak və müsavatçılar Zaqafqaziyada hakimiyyət aldılar. Azərbaycanın neftini, taxılını ələ keçirməyə çalışan Denikinçilər Muğanı tutdu. Belə bir şəraitdə bir tərəfdən müsavatçıların, o biri tərəfdən Denikinçilərin əhatəsində qalan Muğan torpağı Azərbaycan bolşeviklərinin mübarizə meydanı oldu. Biz müsəlmanda qeyrət yoxdur. Yoxdur qeyrət, hay Mirzə. Bax, elə o müsavatın böyüyü Usutbayov var ha. Heç onda da qeyrət yoxdur. Səbr elə Onda bəy. qeyrət olsaydı, çoxdan qurtarmışdı bizi Niqalayın tör-töküntülərindən. Səbr elə bəy, səbr elə. Səbr elə. Əşi, biz müsəlmanın evin yıxan səbr deyil, bəs nədir? O da Hilyaşevik cənabları çağırtdırıb hüzuruna, yəqin taxıl istəyəcək. Ömrüm boyu Niqalaya qulluq eləmişəm. İndi də gedim durum Dılğır İlyaşeviçin hüzurunda. Bilirsən bəy, Denikin oturub Qafqazın başında İlyaşeviçin güclənməsini gözləyirlər ki, Musavatın xırtdəyini üssünlər. Bakı neftini ələ keçirsin. Musavat da ki, bilirsən də güclənməyib, biz gərək ona kömək eləyək. Kimlə? Bizdə axı birliyi yoxdur, ay Mirzə. Birliyi sən yaratmalısan bəy. Mən? Var ilahi! Səni tanımayana lənət. Axır ki, biz müsəlmanların da səsini eşitdi. Bəy, o təzə padişahın ismi şərifi necə oldu? Müsavat? Müsavat padişah deyil, ay avam. Müsavat təzə hökumətin adıdır. O hökumətin ki, elə müsəlmanların hamısını bir gözdə görür. Xahı varlı, xahı kasıb. Bəs padişah? Padişah olmayacaq. Deməli, ara qarışıb məzhəb bitəcək. Ağzını xeyirliyə əkək ki, ara niyə qarışır? Sevinin ki, təzə hökumət gəlib, özü də öz hökumətimiz, Müsavat. Hökmü Dərbənddən Naxçıvana kimi yeriyir. Sevinin ay müsəlmanlar, gedin qurban kəsin, bayram eləyin. Bir də gördünüz Müsavat külü adlayıb keçdi bu taya. Buradakı qazaq-quzağın hamısını təpdi İrana. Qoymaram. Qoymaram Müsavat kürün bu tayına ayaq bassın. Muğan da, Lənkəran da 100 ilə yaxındır ki, bizim imperiyanındır. Belə də qalacaq. General Denikin kimi arxamız var. Böyük Britaniya kimi müttəfiqimiz var bizim. Cənablar, Musavatla münasibətimiz aydın və dəqiq olmalıdır. Musavat lideri Cənab-ı Sübbəyev bilməlidir ki, zəif deyilik biz. Onların hücumunu dəf eləmək üçün hər tərəfli, hazırlıqlı 15 minlik müsəlləh ordumuz var. Daha bir məsələyə xüsusi diqqət yetirin, cənablar. Bolşevikləri deyirəm. Şübhəli, görünənlərin hamısı dərhal həbs olunmalıdır. O ki, qaldı müqavimət göstərənlər.
gülleliyin. Sen kulak as, taxıl meselesini sana tapşırırım. Muğandan kenara 1 gram da taxıl çıxmamalıdır. Əvvəlki kimi yenə də ingilislərə satırsan taxılı. Özün bilirsən, nə qədər çox taxıl versə ingilislərə, bir o qədər də silah alarıq. Bəy, cəmaat gəlib. De gelsinler. Selamün aleyküm. Salam aleyküm. Salam Melik. Salam aleyküm. Buyurun buyurun. Ne acep sizden? Başına dönün bey. Bize dediler kimin ehli ayalı azdır gelip taxıldan zattan yaparsın. Biz de gelmişiz. Allah senin ömrünü uzun eləsin bey. O tek oğlunu Allah sana çok görmesin. Amin. Amin. Doğrudur demişəm. Ancaq üzü qarıyam yanınızda. Qazaqlar gecə ilə hamısını sil-süpür eləyib apardılar. Görünür özününkilərə verəcəklər. Bey, bəs biz? Vallahi elə indi bu saat mən özüm də sizin gününüzdəyəm. Əşşurusun nə vecinə müsəlman ac qaldı ya qalmadı? Hə? Doğru diyor da. Xudahafiz. Xudafiz. Xudahafiz. Xudafiz. Xudahafiz. Xudafiz. Bu ne iş ata? Əlimdən nə gəlir ay oğul? Hökumətlə hökumət deyirəməyəcəm ki. İnanmıram ata, inanmıram sen belə asanlıkla kazaklara taxıl verəsən. Cemaata ac koyma. Günah dacların arasında tox yaşamaq. Deyirsən olan olmazımı verim onlara, özüm boynuma torba salıb diləniyim. Bəy, cəmaat əlində balta yaba kazakların üstüne gelir. Allah sənə şükür. Allah sənə min şükür. Müsəlman da qeyrətə gələrmiş. Saxla olar ata, saxla. Ac qılınca çapar oğul. Qoy çapsınlar. Belə namərdliyin də varmış bəy. Ac yalavac cəmaatı qılıncsız qırğına göndərirsən. Millət dərdi çəkənə bir bax. Keçməz bəy, sənin dövranın daha qurtardı. Kamran, açın ambarı, taxılın qalanını da cəmaata paylayın. Oldu. Yaxşı çoban. Yaxşı. Cənab polkovnik, çapar gəlib, Prişibdən. Çağır. Oldu. Necə? Polkovnik Avitinov'u öldürüblər? Öyrənmişik zat əlləri. Privolni partizanları vurublar. Yandırın bütün kendi. Cemaatini de gülleleyin. Rus cemaatini güllələtmək, Rus kəndini yandırdırırsan, belə çıxır ki,
Oturduğun budağı baltalayırsan. Merhum imperator uzak gören adamdı. Biz Rusları boş yere köçürtmeyik buraya. Yasau, her tarafa silahlı desteler gönderilsin. Partizanlar yerin dibinde de olsa tapılmalıdır. Oldu cənab polkovnik. Bu tarafa bir adam kaçtı. Ayağına gitti o. Ne adam? Görmemişik. Haberimiz yoktu. Əjdər! Əjdər! Ay Əjdər! Ne olub? Yine ne hokka çıkarıpsan? Qonağım var başına, gizlətmək lazımdır. Yine qonaq. Əl çək məndən. Tez ol qurban olum, gəlirlər dalmışam. Mən sənə demişəm, axırda bir bəla getirəcəksən başımıza. Yaxşı hanı qonaq? Bir elə, apar Tomar bəyin samanlığına. Bəs bəy? Sən işində ol. Hoş gördük cənab naçalnik. Gecə vaxtı xeyir ola belə. Bayquş kimi gecələr də yatmırsan? Neyniyim, adət eləmişəm. Yad adam görməmsən buralarda. Görmüşəm. Ayağına gitti. Tomar bəylə çaxırı vururlar. Küçük. Tomar Bey çaxırı sən deyil. İnciməsən Allah, bəlkə çay vururlar, imanımı yandıranmaram. Gic oğlu. Andrey. Sən ol axırda güdaza verəcəksən məni. Dost yolunda boran olar, qar olar. Çox sağ ol dostum. Sağ olun. Mən səni tanıyamıram, Əmir. Peterburqda oxuyanda mən səndən fəxr eləyirdim həmişə. Haqsızlıqdan, ədalətsizlikdən yana-yana danışan sən deyildinmi, Əmir? Sən deyildinmi deyən ki, niyə biri ac olur, biri tox? Biri hakim, biri məhkum. Biri əzən, biri əzilən. İndi nə olub sənə? Tatyana, mən yenə həmin əmirəm. Amma bir həqiqət də var ki, bu zülümlər nadanlıqdan törüyür. Bəşəriyyətin nicatı qiyamda yox, maarifdədir. Nicat inqilabdadır, silahlı üsyanda. Yox, yanılırsan. Birinci növbədə maarif lazımdır Azərbaycana. Əsrlər boyu xalqı nahaq qırğına veriblər. Qonşu qonşuya qənim kəsilib, qardaş qardaşa. Xalq maariflənsə hər şey öz-özünə düzələcək. Avazın yaxşı gəlir. Gülmə Tatyana. Biz o günləri görməsəydi uşaqlarımız görəcək. Özün öz dediyinə inanırsan? Əlbəttə. Gəl bu söhbəti qutaraq. Ətrafa bir nəzər sal. Gör nə sakitlik. Ay xəyalpərəstsən. Çayın şırıltısı, quşların səsi, təbiət gözəl. Hər yer gözəl. Sən də gözəl. Qoşulma onlara Tatyana. Yenə başladın. Neynim Tatyana? Adamın ağlına min cür fikir gəlir. Deyirəm Allah eləməmiş. Sənin başına bir iş gəlsə, mən yaşamaram. Bir gün də yaşamaram. İndi Muğanın talihi sinənizdədir, yoldaşlar. Fəhlələri, kəndliləri silahlandırıb, təzliklə hakimiyyəti öz əlimizə almalıyıq. Silahımız azdır. Olacaq, inqilabçı saldatlılar da bizə kömək eləyəcəklər. Mən Həştərxandan yola düşəndə yoldaş Nərimanov dedi ki, nəyin bahasını olursa olsun, silah göndərəcəyik, dəniz yoluna gətirəcəklər. Yaxşı, belə suvar sərhədçilərinə əlaqəniz necədir? Əlaqə deyəndə elə bir ailə kimi idi. Lap yaxşı. Yolçu yolda gələk. Kamran, Panteley! Rizvan yoldaşı Lənkəranı ötürün. Ancaq başınıza dönüm, ehtiyatlı olun ha. Arxayın ol, Tarıqo. Hə, bir də Tarqulay. Qüvvələrimiz yığılmamış döyüşə girişməyin. Adamlarımızı qoruyun. Qoçaq uşaqlardır. Çox qoçaq uşaqlardır. Salamat qalın. Allah aman. Sağ olun. Yaxşı. Uğur olsun. Kətdə nə var, nə yox? Qazaqlar yaman əl-ayağa düşüblər. Bir də Tarıqulu qağa. Tomar bəy səninlə görüşmək istəyir. Xeyr ola, yoxsa onun da kökünə birə düşüb. Yazıq gecələr də səksəkəli yatır. Bizdə görüşərsiniz.
Millət əldən gedir. Bir vaxt Nikolay padişahın adamları didərgin salmışdı bizi. İndi də İlyaşeviçin qazaqları göz verib işıq vermir. Özün bilirsən ki, Azərbaycanın hər yerində müsavat hökuməti qurulub, təkcə bizim bu xarabadan başqa. Mətləbə keç, bəy. Sən axı arif adamsan. Yaxşı bilirsən ki, yəhəri qanla dolmuş Denikinin ucbatından müsavatın böyüyü Usubəyov Muğana hələ də leşkər çıxarda bilmir. Bakıdan kağız almışam. Yazırlar ki, gərək cəmaat özü ayağa qalxıb müsavatı istəsin. Cəmaat da ki, çox əziyyət çəkib. Yığ bu yetim yesiri başına, bir gün ağlayaq onlara. Çörək məndən, silah məndən. Deməli, bəy, sənin bu mahalı böyük tikəlməyindən ötürü mən elə qırğına aparım. Müsavat sənin də əməyin yetirməz, oğul. Lap general rütbəsi verdirirəm sənə. Döşünə yatdı. Yox, bəy, yox. Bizə bu cür sərf eləməz. Bəs nətər sərf eləyər sizə? Şura hökuməti yenə qaydacaq. Onu görməyəcəksiniz, çoban. Görəcəyik, bəy. Hələ üstəlik sənə də göstərəcəyik. Ancaq o dünyada. Neynək, özündən küs çoban. Dayan, bəy. Əvvəl mən çıxım. Tək çıxsan, uşaqlar şübhələnərlər. Naxaq qanyəs eləmə məni. Görürsən də oğul, bəylə bostan əkənin tağı çiynində bitər. İşimiz çoxdur, yoldaşlar. Əvvəla çalışmalıyıq düşmən ordusunu Lənkərandan kənara çıxartsın. Bunun üçün xırda tok quşmalar təşkil eləməliyik. İkinci taxıl məsələsi. Əjdər öyrənib ki, taxılı İlyaşeviç ötürəcəklər. Biz elə eləməliyik ki, taxıl Lənkərana getməsin. Üçüncü. İndi də millə davətəl atıblar həriflər. Ehtiyatlı olun. Sağ olsun yoldaşlar. Ayıq tərpənməsəydilər, düşmən bizi əsas işimizdən ayıra bilərdi. Odur ki, cəmaatın arasında olmuş. İcvan qala, sana bir savalım var. Bax, qurduq bu hökuməti. Oldu özümüzünki. Və kəndin yəsi kim olacaq, ha? Kəndin yəsi mən, sən, biz hamımız. Keyfdir ki. Onda bu nökərlər də bəylər hampalar olar da, ha? Sən ölməyəsən, bilirsən Tomar bəy nə işlədərdin qapımda? Cilafın vurduğu qamçılara hələ də küləyimdədir. Qapını! Qapını aç! İpi niyə vurdun kaptan? İçəridekiləri ayıq salırsan? Deməli keyfə baxırıq. Qonaqlıqdır, ha? Buyurun əyləşin cənab. Buyurun. Paska bayramıdır. Bu namaz qılanlar da Paska bayram eləyirlər. Cənab Yasaul, siz yaxşı bilirsiniz ki, Novruz bayramında biz qonaq gedirik müsəlmanlara. Paskada da onlar bizə qonaqdılar. Üzr istəyirəm, madmazel. Sizin bu keçi kiçi ilə kefə baxmağınız dayınız üçün təhqirdir. Xahiş eləyirəm, həddinizi bilin. Cənab Yasaul. Sənə dedim axı, Tanya. Dedim qoşulma onlara, niyə mənim sözümə qulaq asmadın? Niyə dilləmirsən? Vidalaşmağa gəlmişəm səndən. Gedirəm.
Hara? Lənkərana. Nə danışırsan? Orada nə işin var? Özəyin qərarıdır. Yasaul mənim hər addımımı güdür. Özümdən qorxmuram, özüm cəhənnəm. Özəyi verirəm güdəsə. Biz evlənməliyik, Tanya. Onda öz ailən olar, Yasal sənə heç yaxın da düşə bilməz. Əmir, indi bu söhbətin yeri deyil. Qayıdaram, danışarıq. Yox, Tanya. Səni mən heç yana buraxmaram. Evlənək, ondan sonra hara desən orada gedərik. Yox, Əmir, yox. Gəl vidalaşaq. Tanya, yaxşı fikirləş. Axşam məni evdə gözlə. Çıxart başından Petrograd havasını kızım, çıxart. Yaraşmaz sana kentçi küçüğüyle oturup durmak. Dayı. Sözümü kesme görək. Petrograd'da o bolşeviklere koşulmak haberim burada gelip çıkmıştı. Bir təhər örtbasıl elədim. Dayı, sən özün deyildin mənə deyən ki, Rusla Azərbaycanlıya heç vaxt fərq qoyma. Buradakı fağır foğaraya özün həmişə kömək əli uzatmırdın. A kızım onda zamana başkaydı. Rus muziki de Azerbaycan kentlisi de Çar'ın sadık təbələriydiler. İndi heç Allah'a da ben deli giremirler. Dayı, sən bunları mənə niyə deyirsən? Mən nə eləməliyəm axı? Polkovnik İlyaşeviç sana yaxşı vəzifə təklif edir. Sənin üçün böyük şərəfdir bu. Elə mənim üçün də. Hərə Rusiyanı bir tərəfə dartır. Rusiya məhv olur, vətənin taleyinə biganə qalmağa sənin ixtiyarın yoxdur. Vətən çox böyük sözdür, dayı. Rusiyanı dağıdan, parçalayan Elişeviç kimi adamlardı. Sən də nahaq onlara qoşulursan. Onlar geç-tez cəzalarını alacaqlar. Azərbaycanlılar yaxşı deyiblər. Düşmən ocaq başındaymış. Rədd ol bu evdən. İtil! Rədd ol! Çörəyim sənə haram olsun! Haram olsun. Senya! 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 Yalvarıram sənə, əsəbləşmə. Özünü ələ al, Senya! Amanın günüdür, bayramımızı qara eləmə, Senya! Yalvarıram sənə! Senya! Senya! Dedim sənə. Neçə dəfə dedim sənə. Özgə uşağından adama evlad olmaz. Amanın günüdür. Sakit ol. Onun yolunda bir ətək pul tökmüsən, bir ətək. Bu da onun əvəzi. Sençka, qurban olum sənə, sakit ol. Vallah sənin başın xarabdır. Səni o fitil börkə göndərdiyim günə daş yağıydı. Daş! Sakit ol, ata. Necə sakit olum? Sən mənim atama od vurursan. Tüstüsü təpəmdən çıxır. Sonra da deyirsən sakit ol. Dedin yığ cəmaatı başına. Torpağına şərik elə dinmədim. Dedim fitilbörk havasıdır, çıxar başından. Dedin kəndin burnu fırtıqlarına bu şkolaç. Yenə dinmədim. Dedim cavanlıq həvəsli sovuşar. İndi də sümüyümüzü murdar, xaçpərəst sümüyünə çalıyırsan. Ata! Nə ata? O matışqa ilə cahıllıq eləyirsən elə. Ta o üzü üzdər görmüş ləkəri sürüyüb mənim ocağımın başına gətirməyin nədir? Ata! Qoymaram! Qoymaram mənim ev-eşiyimi murdarlayasan. Nə qədər bu xarabada böyük mənəm, mən deyən olacaq. Ay! Ay uşaq! Ata! İtil gözümdən! Ata, mən onsuz... Ancaq mənim meydimin üstündən. Götür! Götür o mauzeri, vur məni! Sonra o qız, o da sən! Ata! Ata! Mən səni yox, özümü öldürürəm. Rədd ol! Rədd ol! Əmir bəy! Əmir bəy! Əmir bəy! Vay! Evimiz yıxıldı!
Bəy, bir qan bəs olmadı. Gelip çıkmadılar. Yolda bir şey olmasın. Salam. Sarıqlı qağa buradadır. Buradadır. Əjdər, salam. Salam. Ha, geldin oğul. Ne oldu? Arabalardan birini mən sürəcəyəm. Dedim də bundan şübhələnməzlər Tomar bəyə görə. Neçə arabadır? 100 olar. Əşi, cəmaat burada acından gün orta durur. Bu köpək uşağı da taxılı aparıb İngilisə verir. Hava yola düşürsüz. Sabah tezdən kağız da almışam, möhürlü zatdır. Oğulsan. Belə eləyək. Siz biraz ertə yola düşün. O bir arabalar Lənkərana gəlib çatmayacaq. Gedəndə Tatyana'nı da özünüzlə aparın. Bundan sonra onun burada qalmağı qorxuludur. Yaxşı, aparırıq. Muğan cəngavərlərinə Həşdərxan başçılıqlarına salam. Salam, hoş gelmişsiniz. Timofey Ulyansov. Rizvan əmoğlu. Ha, Nərmanov yoldaş sizin barənizdə danışıb. Mən də çox şey bilirəm sizin barənizdə. Baltik dənizçisi, Aprel konferansının iştirakçısı, hərbi tribunalın üzvü, yenə sadalıyım. Yoldaş Sıxarıqla tanış olun. Çox şadam. Ulyansov. Sahildən gələn var, təcili məktub. Gedə bilərsən. Silahlı üsyanın vaxtını deli ikincilərə çatırıblar. İlyasheviç əmr eləyib ki, bütün qoşunlar Lənkərana çağırılsın. Aranızda satqın var. Əqrəb düşmənçiliyi betərdir əjdahadan. Əjdaha aşkar vurur, əqrəb gizli hər zaman. Deməli biz o əqrəbi qabaqlamalıyıq. Tələsmirik ki. Yox, gecikə bilərik. İndi gərək nəzarət eləyək ki, üsyana qədər bir nəfər də adadan çıxa bilməsin. Hə, bax, elə mən də onu demək istəyirdim. Müsəffəri rəhi səhray möhnəti ələməyəm Həqir baxma mənə Kimsədən saqınma kəməyəm Fəqir padşahı hasan Gəddayim möhtəşəməm Əssalamu aleyküm bəşər evladları. Salam baba dərviş. Buyur baba. Gəl bizi ilə çörək kəs. Süfrəniz bərəkətli, eviniz abad olsun. Səfəriniz uğurlu, diləyiniz hasil olsun. Ya Allah. Allah Allah. Ölmədim bu günü də gördüm. Müsəlmanla xaçpərəst bir süfrə başında. Şükürlər olsun sənə. Məzhəbin nədir baba dərviş? Mən ki dərvişəm, fəqirəm, padşah-ı aləməm, ruhi birəngəm, əgərçi rəngə girsəm, adəməm. Bu ki Nəsimi kəlamıdır baba dərviş. Bəli, Nəsimi kəlamı haqq kəlamdır.
Əgər ki kamilsən, fəhm elə. Qorxmursan baba dərviş, Nəsimi kimi sənin də dərini soyarlar ha. Əqidə yolunda cəfaya dözmək şəxsin ucalığına dəlalət eləyir. Mən cəfakeşəm, dərviş cəfakeş. Buyur baba dərviş, yol adamsan. Sağ ol evladım. Tələbindən artıq nemət insanı nəfsinə qul eylər. Bu tökülən qanlara, qırğınlara bais nəfs deyilmi? Süfrəniz bərəkətli olsun. Sağ olun. Sağ ol baba dərviş. Gör nədir? Kimsiz? Arsen İllarion için adamlarıyıq. Taxıl damısı cənab Unter. Hardan gəlib hara gedirsiniz? Belasuvardan Lənkərana taxıl aparıq cənab Unter. Xanım da Arsen İllarion için batçı qızıdır. Dayısı onu Lənkərana İlaşez cənablarının yanına qulluğa göndərir. Kağızımız da var. Yaxşı. Bəs o biri arabalar hanı? Biz biraz qabağa düşdük. Onlar da birazdan gəlib çıxarlar cənab Unter. Bu kimdir? Deyir ki dərvişdir. Elə indicə rast gəldi bizə. Geri qayıtmalı olacaqsınız. Lənkəranı qırmızılar tutublar. Doğrudan? Ona göre de biz seni karşılamalı olduk Andrei. Silahı bura ver. Oo, mademoiselle. Deməli Lənkərana gedirsiniz, ha? Ne olar? Bircə bunu başa düşə bilmədim. Sən niyə bu müsəlmanlara qoşulmusan axı? Bir çadıran çatmırdı, onu da örtsən, işimiz düzələr. Dayın sənə neçə dəfə dedi, get Lənkərana, İlyaşeviçin yanına qulaq asmadın. İndi bolşeviklərin yanına can atırsan? Mən özüm də elə bolşevikəm, cənab Yesaul. Afərin xanım qız, afərin. Sən müsəlmanlarla çox oturub durursan. Gərək biləsən, onların yaxşı bir adəti var. İcazənizlə sizin yadınıza salım. Toyu xoruz kimi banlayanda boğazını üzürlər. Yerli adətlərə hörmət eləmək borcumuzdur. O biri arabaları neyləmisiniz? Cavab ver əclaf! Allah Allah! Məşriqdə qan, məğribdə qan, qanla həqiqətə qovuşmaq istəyir insan. Qırdı qurtardı... Kəs səsini yaramaz! Unter, yaxın gəl. Bu avaranı mən yaxşı tanıyıram, peysərinə bir ikisini vur, rədd olub geçsin buradan, o birilərini güllələyin. Cənab Yasol, madmazeli də? Hə? Axı Arsen İllarion üçün. O bunun üçün sənə yalnız çox sağ ol deyər. Əjdər, Əjdər! Əjdər, qalx Əjdər, qalx. Hey Unter, ayıq ol ha! Bunlar şeytan cinsidir, dəyirmanın gözünü ölü salsan diri çıxarlar. Cənab İlyaşeviç, Hərbi İnqilab Şurası adından həbs olunursunuz. Alo, Beləsu hardır? Yoldaş Timoxin'i. Yoldaş Timoxin, bir dəqiqə. Yoldaş komissar, Beləsu rabitə açıqdır. Alo, yoldaş Timoxin, eşidirəm, eşidirəm.
Məlumat verin. Aha. Aferin. Tebrik eləyirəm. Yaxşı eləyibsiz. Deyirəm, yaxşı eləyibsiz. Aha. Yox, hələ gəlməyiblər. Xəbər verərik. Yoldaşların hamısına salam söyləyin. Sağ olun. Deyirəm, sağ olun. Şad xəbər yoldaşlar. Sərhədçilərimiz Belasuvardan Denikinçilər dəstəsini qovublar. Tarqulu Bayramovun dəstəsi Prişli dəxil olub. Siz deyirdiniz, nahaq tələsirik. Mən elə demirdim ki, əgər Əştərxanla Bakıdan gələn köməyi gözləsəydi, onda itkimiz də az olardı. Yenə səhv eləyirsiniz, Suxarukov. Onda biz sizinlə burada yox, İlyasheviçin yerinə həbsxanada oturardıq. Ancaq bir şeyi unutmayaq ki, Satqın hələ aramızdadır. Yoldaş komissar, sizi soruşurlar. Çağır içəri. Salam yoldaş Rizvan. Salam. Salam. Andrey. Salam. Ajdar. Salam. Hoş görmüşük. Harda izin diyeceksin? Yaman yaran kalmışık sizden. Beni ikinciler qonaq saxlamışdılar. Dərviş baba olmasaydı. Tanış olun. Redaksiyada işləmək üçün adam axtarırdıq. Tatyana elə Azərbaycan dilində yaxşı bilir. Şərq fakültəsində oxuyub qutarıb. Özü də Petrogradda. Ulyansov. Tatyana. Çox şadam. Ulyansov. Andrey. Ulyansov. Əjdər. Laf yaxşı. Buyurun oturun. Buyurun. Əştərxan, Hərbi İnqilab Şurasına, Lənkəranda və Muğanda çevriliş müvəffəqiyyətlə başa çatdırıldı. Nöqtə. Bütün kəndlərdə Sovet hakimiyyətini alqışlayırlar. Nöqtə. Silah və kömək göndərin. Muğan, Hərbi İnqilab Şurası. İndi nə demək istəyirsiniz? Cənab, biz tələb edirik ki, Polkovnik İlyasheviç və onun hökumət üzvləri tezliklə azad olunsunlar. Əgər azad eləməsək? Onda biz Muğandan getməyəcəyik. Bəlkə biz sizin Muğandan çıxıb getməyinizi heç istəmirik. Biz bunu necə başa düşək, cənab? Sizin Muğandan çıxıb getməyinizə yalnız bir şərtlə razılıq verə bilərik. Bütün kazaklar, soldatlar tərk silah olunsun, hərbi hissələr də təbii ki, ləğv edilsin. O ki qaldı, İlyasheviçin və o biri cənabların azad olunmasına, ona xalq məhkəməsi baxacaq. Ona desə, necə hökm çıxarsa, elə də olacaq. Nahaq ötkəmlik eləyirsiniz cavan oğlan. Görünür, Bakı kommunasının aqibəti dərs olmayıb sizə. Niyə ki? Onlardan biz çox şey öyrənmişik. Əslində, Muğan Sovet Respublikası elə Bakı kommunasının mübarizəsinin davamçısıdır. Ətrafınıza nəzər salın, cavan oğlan. Bir tərəfiniz Musavat, o biri İran, dənizdə də İngiliz hərb gəmiləri. Elə ki biz buradan getdik, Musavat atanıza od vuracaq. Kim sizə kömək eləyəcək? Ve Sovet Rusiyası. Deyəsən bunu yaddan çıxarmısınız. Rusiyada Sovetlərin son nəfəsidir. Rusiya imperiyası yenidən dirçiləcək Allahın köməyi ilə. Siz hansı imperiyadan danışırsınız, Arseniy İllaryoniç? Rus imperiyası dəfn olundu. Özünüzü allatmayın. Cənab, biz bura Bolşevik təbliğatına qulaq asmağa gəlməmişik. İlyasheviçi bıraxacaqsınız, ya hədiqlə, ya yox. Bayaq sizə dedim ki, o işə xalq məhkəməsi baxacaq. Sizə bir də təklif eləyirəm. Silahları verin, hərbi hissələri ləğv eləyin. Sovetlərə qarşı düşmənçilik eləməyən soldatların hamısına evlərinə qayıtmaqda kömək eləyərik. Cənab, sən bizi ələ salırsan, ha? Xeyr, mən həqiqəti nəzərinizə çatdırıram. İndi bizi buradan salamat buraxmayacaqsınız? Elçiyə zaval yoxdur. Tələsməyin cənablar, sizdən bir xahişimiz də var. General Zenikinə çatdırın. Muğan Sovet Respublikası tələb eləyir ki, Dağıstan bolşevikləri barəsində edam hökmü ləğv olunmalıdır. Biz bunu deyə bilmərik. Onda özünüzdən küsün. Əsir Zenikinçi zabitlərə bizdən aman gözləməyin. Qurtardıq.
Mandat. Ha? Mandat. Başa dönüm. Biz onlardanıq. Yuxarıda çəpi vuranlardanıq. Mandat. Başa düşmürəm, bəlkə pul istəyir. Nə danışırsan, qalayın saldatına da pul, bunlara da pul. Başa dönün, biz uzaqdan gəlmişik, Vələsuvardan. Cəmaatımız yığılır, bizi vəkil seçiblər. Mandat. Oho, elə deyin deyir ha. Keçin. O tarqulu verən kağız necə oldu? Gərək ki, səndəydi. Burada. Budur. Keçin. Nümayəndəsiniz, vəkil değilsiniz. Ay ha. Düşmənin əl-ayağa düşməsi heç də bəs deyil yoldaşlar. Muğan Sovet Respublikasının varlığı General Deniçinin yuxusunu qaçırdı. Onun Bakı neftini ele keçirtmek, kalçakla birleşip Moskva'ya yürüyüş etmek planını alt üst edip yoldaşlar. Bizim bu birliğimizdir düşmanın canını velvele salan. Bakı proletariyatı bizimledir. Sovet Rusyası bizimledir. Lenin bizimledir kardeşler. Gece ikinci meseleye yoldaşlar. Muğan Hərbi İnqilab Şurası teklif edir ki, mülkədar torpaqları müsadirə olunub kəndlərə paylansın. Kim bu teklifle razıdır, elini qaldırsın. Qırağa dur görüm. Qardaş oğlu, əllərinizi niyə qaldırırsınız? Torpaq istəyirik. Torpaq? Tərpənəyə. Həşdərxana, Hərbi İnqilab Şurasına. Elə indicə Muğan kəndlilərinin qurultayı qutardı. Qəbul olunan yeganə qətnamədə deyilir ki, Muğan Sovet Respublikası Bakı kommunasının davamıdır. Bütün Azərbaycanda Sovet hakimiyyətinin yenidən bərpasının başlanğıcıdır. Bu saat bir dəqiqə. Əjdər, qulaq as. Gedirsən Belasuvara, Revkomun sərəncəmına. Orada torpaq bölgüsü aparacaqsınız. Tatyana da? Yox, onun burada işi var. Ay səni xoş gəlib səfa gətiribsən ay oğul. Həmişə elində, ulusunda. Söz gəzirdi ki, səni Qazaxlar gülləliyiblər. Deyirdim, bəxtimə bax, bu uşaq da belə getdi. Ay gələ, o qara qoçu getirin, qurban kesin oğlumun Lazım deyil, bəy. Səninlə söhbətimiz var. Buyur içəri. Yox, elə burada danışarıq. Buyur. Bəy, o zirzəmidəklər üçün gəlmişik. Əjdər, mən səni həmişə öz doğma oğlum bilmişəm, səni əmirdən ayırmamışam. İndi də gəlibsən, bax bu var dövlət. Bizə o zirzəmidəklər lazımdır. Əmanətə xəyanət olmaz oğul. Axı tacirlər... Tacir malı olsaydı, gəlməzdik. Çörəyim kəssin səni. Doğrudan da düşmən ocaq başındaymış. Küçük! Tacirin mallarına heç söz ola bilməz. Borc olsun, neynək? Borc olsun. Deyirlər belə suvardan təzə qəmsər gələcək, nə oldu? Gəlib. Hanı bəs? Mənəm. Sən? Belə suvarda sizin haqqınıza yaxşı söhbət getmir. Deyirlər ki, sizə verilən torpaqları götürmək istəmirsiniz. Oğul, o torpağı açmaq olmaz, haramdır. Bəs onda qurultayda niyə barmaq qaldırırdın? Mən barmağı torpaq üçün qaldırmışam, şəriyyətdən dönməyə yox. Şəriyyətlə oğul sahibi razılıq olmadan o torpağı əkib onun bəhərini yemək haramdır. Qasım kişi, bu torpaq sizindir. Hökumət də sizindir. Ona görə də bu torpağı əkmək günah deyil. Bəs Allah? Nə Allah? Allah bilə sənsən, budur bu kör əhəddir, mənəm. Estağfurullah deyib, bunu danışın. Başına soyuq deyil. Hə? Görmürsən?
Allah'la ne işin var? Bəs siz niye durupsuz? Gidin de, gidin beylerin hampaların kapısında işleyin, beliniz bükülsün. Arvad uşağınız da acından ölsün. Sen de... Abala, benim torpaq payımı ver, ben gedim əkim. Ulan ki, bu saat senin payını ölçüp veririk. Belə işler. Torpaqlarımızı verdiler lütlərə. Qorx ki bir gün deyələr evinizdən də çıxın. Yəni sənin rəzbərlərin yaxşıdırlar. Allah'tan qorxurlar. Gör nə günə qalmışıq ki Malçanın oğlu Andrey torpağımızı bölür. Hələ üstəlik bizi tribunalla da hədələyirlər. Neyle? Tribunalla. Belə. Deyir ki İlyaşeviç'in adamlarısınız, cezalanmalısınız. Eşitmisən, Bolşeviklər Rus müsəlman lütlərini birləşdiriblər. Adını da koyublar internasyonal. Bəli. Gelsene bu lütlərə qarşı biz de qüvvələrimizi birləşdirək. Deni kim bizim için silah gönderip. Musavatla da dil tapmışıq. Elə İngilizler de kömək eləyəcəklər. İndi mən neyləməliyəm, Arseni? Sən özünü ver İran'dan Şahseven kanını başa sal ki, Bolşeviklərin Muğanda möhkəmlənməsi onun özü için de qorxuludur. Gedərəm. Gedərəm də, hələ silah götürüb sizə qoşularam da. Çox sağ ol bey. Gel ay Kasım, hala dürtülürsen dayan görey de. Al bu da senin payın. Keş ben görüm. Gör Deniçinin ehsan payıydı. Ye karnın partlayacaksın Kasım, tapmasın. Al bu da senin payın. Hoş gördük kızım. Salam. Ne haberle gelipsiniz? Prişibdə Denikinçilər üsyan qaldırıblar. Onu bilirik, Lənkərandan danış. Lənkəran mühasirədədir. Dənizdən də ingilislər şəhəri topa tutublar. Rizvan əmioğlu xahiş elədi ki, bu məktubu təcili Bilasivara çatdırın. Panteli. Al bu kağızı çatdır belə sonra. Haruş etdiyimi oxuna. Baş. Yoldaşlar belə çətin yola səni niyə göndəriblər? Özüm xahiş elədim. Bir də ki, yola yaxşı bələdəm. Yaxşı, dincəlin. Parmağımdan çıxdı qan, mən and içdim sənin an, gəlib yadıma düşdün, səninlə keçən zaman canıma yarayan. Gece keçti qaraldan. Ne baş başa vermişsiniz mən siz? Hardaydın bu vaxtacan? Oo, bu hərbi sirdir. Bunun sirrinə bir bax. Kəşfiyyata getmişdik. Əli dolu gəlmişik. İngilislərə savol deyək ki, Denikinçilər silah göndərdilər, çatdı bizə. Siz niyə qırağa çəkilmişsiniz? Gedək tonqal başına, uşaqların yanına. Gedək də. Oo, Tarqulu da fikrə gedib deyəsən. Məni saran Tarıqul qağa! Tarıqul qağa! Göllü tərəfdən Şahseven atlıları sərhədi keçdilər.
Başçılar da Tomar bəydir. Hey! Atların yiğitlerim! At beline! Öz işinde sen daha çok lazımsan kızım. Yox, Belki kalasın. gedəcəyəm. Tələsməyin, qoyun o təpənin üstünə qalxsınlar. Bolşeviklərin əlinə vermə. Müqəssir mənəm. Qanım halaldır sənə. Oğlun əmirin ruhuna bağışlayıram səni. Çıx get. Çıx get deyirəm sənə. Dayan sana deyirəm. Dayan, hara bırakırsın qurumsağı. Alçaq! Şuna çınızı kəsəcəyəm bir hələ harasını dayan. Yetim köpək oğlu. Ardumu dayı! Kömək gəlir! Lənkəran'a bizə köməyə gəlirlər, o dirəyə görürsünüz? Komandiriniz hanım? O da gəlir. Tevfik. Bu nədir yoldaş komiser? Hücumu dayandırın Tarıqulu. Başa düşmədim. Denikinçilər İngilislərin Musavatın köməyi ilə Lənkəranı tutdular. Mühasirədən güclə çıxdıq. İtkimiz böyükdür. Bəs Rizvan əmi oğlanı? Yoldaş Rizvan əsl bolşevik kimi vuruşdu. Bolşevik kimi də həlak oldu. Zat aliləri, qaçaq Tarqulunun dəstəsi Şahsevən atlıların darmadağın elədi. Tomar bəy həlak oldu. Necə? Sən bəs hardaydın ay qurumsaq? Köməyə çata bilmədik zat aliləri. Ada sən Çar ordusunun zabiti, ayağı çarıqların qabağından qaçmışsan. Təlafatımız böyüdür zat aliləri, biraz kömək verin, aman günüdür. Sən məndən görərsən köməyi. Mən Lənkəranın mühasirəsini zəiflədə bilmərəm. 3 növ quldurların hamısı məhv edilməlidir. Qurtardıq.
Kızım aradan çık! Hapşırı unutma, aradan çık! Çatın ona! Diri tutun! İleri! Eğer satkın köpeği kaçabilmezsem Ester! Kamran! Tez yer çekin! Tez olun arkaya keçin! Əjdər, Tarıqulu qağanı vurdular. Necə? Öləndə vəsiyyət elədi ki, dəstəyə başçı Əjdər olsun. İndi əmrin nədir? Tatyana. Tanya. Sənsən. Mühasirədən çıxan oldu. Çox az. Gedək. Yox, Əjdər. Sən get.
Hazırlaş. Onlar son imkana, son nəfəsə qədər döyüşdülər. Azadlıq, bərabərlik, xoşbəxtlik uğrunda canlarını qurban verdilər. Azərbaycanın inqilabı mübarizə tarixində 1919-cu il Muğan Sovet Respublikasının adı ilə əbədiləşdi. 20-ci ilin baharında isə qədim tarixə malik Azərbaycan üzərində azadlıq günəşi doğdu.